Bugün xalq artisti Naibə Allahverdiyevanın qızı Məryəmin toyudur. Aktrisanın övladı Vasif adlı bəylə ailə qurur. Şəhər restoranlarından birində keçirilən məclisdə mədəniyyət, şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Naibə Allahverdiyevanın qızı Məryəmin nişanı ötən ay olub. Aparıcı Vüsalə Əlizadə müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum olub. Aparıcı bu haqda proqramında deyib. O bildirib ki, ötən gün bacısı qızının xeyir işi olub. Bacımın balası evimizin ilk nəvəsi Firanın elçiliyi oldu. Tanışlıq idi. Hələ gəldilər, ailələr tanış olduq. Təzə qohumlarım isə Günel Zeynalova və Tunar Rəhmanoğludur. Biz illərin dostuyuq. İndi onlarla qohum olmuşuq. Günel və Tunarın bibisi oğluna qızımızı nişanlayırıq.